Tenin sevinci olmasın. Burada Coşkun Bey bir güzel bir şiir yazdılar. Burada da ata qəbrim demək olar ki, ölüm gözlərinin yumulan çağı deyil, yaradılan izlərinin silinən çağıdır. Ürəyimizdən izlərin silinən deyil, yerin uçmaq, bunu mən başa aça bilmədim. Uçmaq Türklərdə cənnət deməkdir. Hə, uçmaq. Farslarda bəhiş, Türklərdə uçmaq, məkanı uçmaq olsun. Yeri uçmaq olsun, cənnət olsun. Burada fəqət bir kəlmə gəlibdir ki, qafiyəsində mən başa aça bilmədim. Çünki şeir, yerin uçmaq həm tininin oxunur, tininin sevinci olunsun ya təninin tinin. Mən deyirəm, tinin gələk olunur da, tininin sevinci olsun. Burada bir gözəl lüğət gətiriblər qafiyəsində. Əski türkçə ilə. Gözəl bir qafiyə gətiriblər. Bu da anamızın qəbridir. Bu da ana qəbridir ki, anamın dərdinə başımı qoyub, anamın dizlərinə başımı qoyub, dünya düşüncəsin atmaq istərəm. Yerin altında anamın qucağında heç olmasa biraz yatmaq istərəm. Ruhları şad olsun, yerlər cənnət. Çox gözəl bir sözlər yazıblar. Elə bura bir ədəbiyyat yeridir, məzarlıqlar. Bu Azərbaycan coğrafiyasına məxsus bir şeydir. Burada həm rəsm olar. Bu rəsmlər də çox gözəldir. Bu əks var deyirsiniz, əks. Rəsmdir. Ondan sonra bu şiirlər, qoçlar var bizim məzarlarımızın üstündə, qoç. Qədim olar. Bu da heykəldən mücəssəmə deyirsiniz. Qoç deyirlər, biz də qoç deyirlər. Başa düşürük də. Heykəl qoyarlar. Həm şiir var, ədəbiyyat var, sanat var, heykəl var. Daha nə olsun? Dünyanı təmsil edir orada. Evet, evet. Dünyanı təmsil edir orada kalma. Yəni bu dünya ya da öbür dünyayı da çox gözəl. Bizim indi Coşkun bəy, buradan görürsən, ora bizim hələ deyək birinci zətlərimiz. O məsir oradakı var korona zamanınınkidir. Rəhmətə gedənlərdir. Orada şəkilləri də qəşənglədiblər, qəbirləri qəşənglədiblər. Bunlar qabaqdan oraya da keçək. Orada böyük bir yazı var ha. Orada şiir midir yoxsa? Bu adam. Hansı bu adam? O həm farsça yazıbdı. Morği bağı mələkutəm belə gör az aləmi xaç. Farsça yazıblar. Qəşəngsə deyiliblər. Gedib və qabağa. İndi